Baxın, təsəvvür edin ki, uzun, yorucu bir iş günündən sonra nəhayət yatağınıza uzanmısınız. Otaq tamamilə qaranlıqdır, heç bir səs-küy falan da yoxdur. Hə, yəni mükəmməl yuxu üçün lazım olan hər şeyi etmisiniz. Tam olaraq. Telefonu kənara qoymusunuz, kafein içməmisiniz, gözlərinizi yumursunuz və tam 8 saat dərin yuxuya gedirsiniz. Səhər isə uyanırsınız, amma... Amma sanki bütün gecəni dincəlməmisiniz. Bəli, sanki səhərə qədər daş daşımısınız, əzələləriniz ağrıyır, beyniniz dumanlıdır, özünüzü daxilən tamamilə tükənmiş hiss edirsiniz. Yəqin ki, bu hiss bizi dinləyən çox adam üçün tanışdır. Mütləq, mütləq. Çox yayılmış bir haldır. Biz adətən günahı stressdə, matrasımızda və ya havanın dəyişməsində görürük. Lakin bugün əlimizdəki mənbəyə əsaslanan dərin təhlilimiz çox fərqli bir nəzəriyyə təqdim edir. Bəlkə də problem nə qədər yatdığınızda deyil, problem düz yatağınızın qarşısında dayanan o böyük güzgüdə ola bilər. Məsələyə bu cür yanaşdıqda, həqiqətən də çox maraqlı, tamamilə fərqli bir mənzərə yaranır. Çünki sözün açığı, biz ömrümüz boyu güzgülərə sadəcə dekorasiya kimi baxmışıq. Yəni, otağı geniş göstərsin ya da səhərlər saçımızı darıyaq deyə. Düzdür. Ancaq bugün müzakirə etdiyimiz material, hansı ki həm Feng Shui ənənələrini, həm qədim xalq inanclarını, həm də çox spesifik ezoterik enerji qanunlarını özündə birləşdirir, güzgülərə tamamilə fərqli bir funksiya yüklüyür. Bəli, bu yanaşmaya görə güzgü sadəcə şüşə parçası deyil, o çox mürəkkəb bir enerji mexanizmidir. Və bugün məqsədimiz də məhz bunu anlamaqdır. Razıyam. Və bəlkə də bu söhbətdən sonra yataq otağınızdakı bəzi mebellərin yerini dəyişmək barədə ciddi-ciddi düşünəcəksiniz. Çox güman ki, indi bu mexanizmi anlamaq üçün əvvəlcə mənbənin irəli sürdüyü çox cəsarətli bir tarixi iddiaya baxmalıyıq. Sənətdə belə bir ifadə var ki, 1986-cı ilə qədər insanların əksəriyyətinin şuur mərkəzləri, necə deyərlər, malqara səviyyəsində idi. Hə, o ifadə biraz... Yəni, səmimi deyim, bu çox qəribə və sərt səslənir, mətn doğrudanmı iddia edir ki, 80-ci illərin ortalarına qədər insanların şuuru yox idi. Bu nə deməkdir axı? Haqlısınız. O, malqara səviyyəsi ifadəsi kənardan çox təhqiramiz səslənə bilər. Ancaq mətnin ezoterik və energetik kontekstini analiz etdikdə aydın olur ki, burada bioloji bir təhqirdən söhbət getmir. Bəs nədən gedir? Enerji həssaslığından. Nəzəriyyəyə görə, həmin dövrə qədər insanların böyük əksəriyyəti daha çox kollektiv instinktlərlə, yəni bir növ avtopilot rejimində yaşayırdı. Enerji sahələri daha bəsit və qapalı idi. Yəni, ətraf mühitə o qədər də həssas deyildilər? Tam olaraq, ona görə də o dövrdə insanlar enerjetik gigiyenalarına fikir vermədən necə gəldi davrana bilərdilər. Güzgünü hara istəyərlər asırdılar, yataqların yerini necə gəldi qoyurdular. Və bu, onlara fəlakətli dərəcədə zərər vurmurdu? Bəli, çünki sistemləri o incə tezliklərə reaksiya verəcək qədər açıq deyildi. Deməli, məsələ instinktiv yaşamaqla bağlıdır. Bəs yaxşı, 1986-cı ildən sonra nə dəyişdi ki, biz birdən-birə belə həssaslaşdıq? Sənəd bunu yeni milliliyə, yeni dünya görüşü adlı bir konsepsiya ilə izah edir. İddia olunur ki, həmən dövrdən etibarən yer kürəsinin ümumi ətraf mühit tezliyi sürətlə dəyişməyə başladı. Tezliklər dəyişdi, yəni informasiya, texnologiya falan artdı. Ay sağ olun. Elektromaqnit dalğaları, informasiya bolluğu, bütün bunlar insanın enerji sahəsini dəyişməyə məcbur etdi. Enerji qatımız daha açıq, daha mürəkkəb formaya keçdi və təbii olaraq sistem dəyişibsə, köhnə qaydalar artıq işləmir. Gəlin bunu aydınlaşdıraq. Mən bunu köhnə o düyməli mobil telefonlardan smartfonlara keçidlə müqayisə edərdim. Çox yerində bir analogiyadır əslində. Yəni, xatırlayırsınızsa, o köhnə telefonları yerə atırdıq, cibimizdə açarlarla bir yerdə saxlayırdıq, üstünə su dağılırdı, amma heç nə olmurdu, çünki sistem sadə idi. Mətnin dili ilə desək, öz başına davrana bilərdik. Amma indiki smartfonlarla bunu edə bilməzsiniz. Qətiyyən. Ekranları, sensorları o qədər həssasdır ki, kiçik bir cızıq belə bütün sistemi çöktürə bilər. Əgər doğrudan da insan enerjisi də belə bir yenilənmə yaşayıbsa, bizim də yeni təhlükəsizlik protokollarına ehtiyacımız var. Məhz hələ sənədin də əsas məğzi budur. Bu yeni, yüksək tezlikli mühitdə sahə təhlükəsizlik texnikası üçün prinsipial yeni qaydalar lazımdır.
və güzgülər burada ən böyük təhlükə mənbəyidir. Bax, elə məni də düşündürən odur. Niyə məhz güzgülər? Yəni, niyə divardakı rəsm yox, şkaf yox, məhz güzgü? Çünki mənbəyə görə güzgü sadəcə vizual bir əks etdirici deyil. O, məlumatı, informasiyanı yadda saxlayan bir növ sərt diskdir. Yaddaş kartı kimi? Bəli. Bunu daha aydın təsvir etmək üçün sənətdə 1981-ci ilin məşhur 3-cü Planetin Sirri adlı SSC cizgi filminə istinad edilir. Hə, o cizgi filmini xatırlayıram deyəsən. Orada nəsə güzgülü çiçəklər var idi. Düz tapdınız. O çiçəklər qarşılarında baş verənləri kamera kimi qeydə alırdı və sonra eyni səhnələri yenidən göstərirdi. Mətn bunu uşaq fantaziyası yox, qədim biliklərin təzahürü kimi qəbul edir. Güzgülər qarşılarındakı enerjini özlərinə hopdurur. Bir dəqiqə, doğrudan? Yəni, mən otaqda stresli halda var gəl edirəmsə, o güzgü mənim aqressiyamı yaddaşına yazır? Mənbənin məntiqinə görə bəli. İndi isə təsəvvür edin, o güzgü gün boyu bütün qarışıq enerjiləri toplayır. Gecə isə siz yatırsınız, yəni müdafiəsizsiniz. Və düz o güzgüyün qarşısında yatıram. Bu, doğrudan da ürpərdicə səslənir. Həm də çox. Bəs yaxşı, mən yatanda nə baş verir ki, bu təhlükəli olur? Çünki bizə həmişə yuxunun sadəcə hüceyrələrin bərpası, beynin dincəlməsi olduğunu öyrədiblər, amma deyəsən bu ezoterik materialda yuxuya getmək tamamilə başqa cür təsvir olunur. Tamamilə fərqlidir. Material bunu astral müstəvinin fizikası adlandırır. Sənəd yuxu prosesini o qədər detallı izah edir ki, elə bil texniki təlimat oxuyursunuz. Necə başlayır bəs proses? Siz yataqda uzanıb yuxuya getdiyiniz an fiziki bədəniniz yerində qalır. Lakin enerji qatınız, mətn bunu yuxu bədəni adlandırır, yavaş-yavaş bədəndən ayrılır. Ayrılır. Nə qədər məsafəyə? Təxminən 1,5 metr məsafəyə qədər. 1,5 metr. Səmimi deyim, bu biraz elmi fantastika filmlərinə oxşadı. Yəni, mən çarpayda yatarkən mənim enerji ikilim havada asılı qalır. Proses necə gedir ki? Vizual olaraq belə izah olunur. Bədəniniz üfüqi yatır, ayrılan enerji qatı isə əvvəlcə üzə aşağı çevrilir, sonra tutuşturma prosesi gəlir. Tutuşturma. Bəli. Enerji qatının ayaq hissəsi fiziki bədənin ayaq ucları ilə maqnit kimi birləşir və bu oynaq üzərində qalxaraq şaquli vəziyyət alır. Yəni, otaqda mənim ayaq ucumda ayaq üstə dayanır. Düzdür. Və bu vəziyyətdə o sərbəst hərəkət edir, kosmosdan enerji çəkib şarj olur. Özü-özünü doyurur. Yaxşı, bəs fiziki bədənlə əlaqəsi tam kəsilir, tutaq ki, otaqda gəzir. Onu geri qaytaran nədir? İp filan var? Məhz o ip mühüm rol oynayır. Mətn bunu qütbi polarizasiya izah adlandırır. Amma ezoterikada gümüş naqil deyirlər. Gümüş naqil, aydındır. Bəli, bu elastik bir bağdır. Enerji ikiliniz hara getsə də əlaqə bununla qurulur. Oyananda isə proses əksinə sarılır. Enerji qatı uçub gəlir, ayaq ucları ilə tutuşur, bədənin üzərinə enir və birləşir. Yalnız bundan sonra gözünüzü açırsınız. Bax, əgər proses həqiqətən belə incədirsə, o zaman zəngli saat məsələsi yadıma düşür. Bəzən anidən zəngli saat çalanda niyə diksinirik? Ürəyimiz necə döyünür, elə bir yıxılırıq. Hə, sənət məhz bunu o gümüş naqil nəzəriyyəsi üçün əsas fiziki sübut kimi təqdim edir. Sizin enerji qatınız uzaqda gözlənilməz dəyişikliklərdə, yəni peripetiyalarda olarkən qəfil səs gəlir. Və bədən qəfil oyanır. Bəli. Amma enerji qatının o bayaqki yavaş-yavaş qayıtma prosesinə vaxtı qalmır. O gümüş naqil çox sərt şəkildə dartılır və enerji qatı bədənə zərbə ilə çırpılır. Dəhşət. Deməli, o diksinmə əslində enerjinin şok halında bədənə qayıtmasıdır. Yaxşı, indi gəlin əsas məsələyə keçək. Bütün bunları yatağın qarşısındakı güzgü ilə birləşdirək. Bax, fəlakət də elə bu mərhələdə başlayır. Yəni, güzgü arxası tələsi necə işə düşür? Təsəvvür edin, oyanma prosesindəsiniz. Enerji ikiliniz geri qayıdır, amma qarşısında nəhəng bir güzgü var. Güzgünün də öz enerji cazibəsi var. Bir növ maqnit kimidir, hə? Bəli, enerji ikilisi geri dönərkən iki yol görür. Ya yorğun fiziki bədəninizə qayıtmaq, ya da güzgünün yaratdığı o geniş güzgü arxası dünyasına keçmək. Sənət deyir ki, bədənə sığmaqdansa, güzgü arxasına qoşulmaq daha asan gəlir ona. Yəni, demək istədiyiniz odur ki, bir dəqiqə, bu mənə Wi-Fi bağlantısını xatırlatdı. Necə yəni? Baxın, evə girirsiniz. Telefonunuz sizin öz ruterunuza qoşulmalıdır.
Amma qonşuluqda heç bir şifrəsi olmayan, çox güclü siqnal yayan açıq bir Wi-Fi var. Və cihaz avtomatik olaraq daha asan olduğu üçün gedib o açıq şəbəkəyə qoşulur. Bəh, tam olaraq budur. Yəni bu halda cihaz mənim ruhumdur, o qəribə şəbəkə isə güzgü. Mükəmməl analogiyadır və nəticə də çox ağırdır. Fiziki bədəniniz oyanır, gözünüzü açırsınız, amma enerji qatınız naməlum yerdədir. O güzgü arxasında ilişib qalıb. Ona görə də 9 saat yatsaq da ayaqlarımızı sürüyürük. Çünki fizika oyaqdır, amma enerji itkin düşüb. Amma doğrudan da kimsə deyə bilər ki, bu sadəcə bir ezoterik fərziyyətdir. Bunun mədəniyyətdə, tarixdə hansısa sübutu varmı? Qədim insanlar Wi-Fi filan bilmirdi axı. Əslində məhz bu məqam sənədi çox real edir. Sənəd Azərbaycan mədəniyyətindən çox konkret bir nümunə çəkir. Hansı nümunəni? Kimsə dünyasını dəyişəndə evdəki bütün güzgülərin üstünün örtülməsini. Hə, düzdür, mən də bunu görmüşəm. Amma mən elə bilirdim ki, yas yerində sadəcə güzgüyə baxıb bəzənməmək üçündür. Əksəriyyət belə düşünür. Ancaq mənbəmiz bunu çox fərqli izah edir. Ölüm anı və ondan sonra otaqda enerji fonu qeyri-sabit olur. Ruh, yəni enerji, bədəndən ayrılır. Güzgülərin üstünü ona görə örtürlər ki, o sərbəst enerji güzgü arxasına çəkilməsin, orada ilişməsin. Dəhşət! Yəni qan yaddaşımız həmişə güzgülərin bu təhlükəsini bilib. Tamamilə doğrudur. Amma burada məsələ həqiqətən də maraqlı və biraz da qorxulu olur. Çünki yas yerində təkcə güzgülər örtülmür. Bəs başqa nə örtülür? Televizorlar. Televizorlar. Binəygə. Hə, doğrudan Sənəd bu sualı verir. Əgər məqsəd sadəcə əyləncədən uzaq durmaqdırsa, niyə radioların üstü örtülmür? Çünki televizorun o söndürülmüş qara ekranı böyük bir əks etdirici səthdir. Yəni güzgüdür. Oy, deməli, televizorda eyni təhlükəni daşıyır? Bəli. Həm televizor, həm də o cilalanmış, parıldayan mebellər. Onların hamısı güzgü effekti verir. Dinləyicilərimiz yəqin indi düşünür ki, yaxşı ki, qardirobda güzgü yoxdur, amma yatağımızın düz qarşısında asdığımız o nəhəng ekranlı televizorlar var. Gecə otaq qaranlıq olanda o qapqara parlayan ayna kimidir. Və siz tam müdafiəsiz vəziyyətdə onun qarşısında yatırsınız. Yataq otağınızda əslində rəqəmsal bir portal, enerji tələsi yaratmısınız. Yəni sənət deyir ki, otağı bu parıltılı səthlərdən təmizləmək lazımdır. Bəli, yataq otağı bizim ən müdafiəsiz olduğumuz şarj məbədidir və o, güzgü arxası oyunundan qorunmalıdır. Çox maraqlıdır. Beləliklə, bugünkü təhlilimizi yekunlaşdırsaq, güzgülər məlumat saxlayır, yuxuya gedərkən enerjimiz bədəndən aralanır və qarşımızda güzgü və televizor varsa, enerjimiz o güzgü arxasına qoşula bilər. Məncə bizi dinləyənlər bu gecə yataq otaqlarına tamam başqa gözlə baxacaqlar. Yəqin ki, o böyük ekranın üstünü örtmək istəyəcəklər. Çox güman, amma bu müzakirəni bitirməzdən əvvəl mənim ağlıma gələn son bir qədər provokativ bir fikri sizinlə bölüşmək istəyirəm. Buyurun, eşidirəm. Biz otağın o bir ucundakı güzgülərdən və böyük televizorlardan danışdıq. Bəs bugün hər birimizin yatağında üzümüzdən cəmi bir neçə santimetr aralada tutduğumuz o qara, parlaq smartfon ekranları necə? Aha. Bəzən yatarkən düz sinəmizin üstündə əlimizdən düşüb qalır axı. Əgər doğrudan da ekranlar güzgüdürsə və biz yuxuya gedəndə enerjimiz ayrılırsa, bəlkə də hər gecə minlərlə insanın enerji qatı məhz o kiçik ekranlar vasitəsilə rəqəmsal dünyanın qaranlıq, güzgü arxasına qoşulur. Bu həqiqətən də çox düşündürücüdür. Elədir. Bunun üzərində düşünməyə dəyər. Növbəti dərin təhlilimizdə görüşənədək.